Amma bəlkə də immunitetin ən böyük düşməni elə gözümüzün qabağında, elə bir payız gələn kimi ya da uşaq bağçaya başlayan kimi heç bitməyən bir xəstəlik dövrünə giririk. Hər öskürək, hər asqırıq anında valideynlərin ürəyinə bir qorxu düşür. Elə deyilmi? Yenə xəstələnəcək. Vitaminlər alırıq, bitki çayları dəmləyirik, hər cür tədbir görürük. Amma bəlkə də immunitetin ən böyük düşməni elə gözümüzün qabağında, mətbəximizdədir. Gəlin bu mövzunu bir yerdə araşdıraq. Bax, bu sual yəqin ki, hər bir valideynə çox tanışdır. Elə bir payız gələn kimi ya da uşaq bağçaya başlayan kimi heç bitməyən bir xəstəlik dövrünə giririk. Amma məsələ heç də təkcə çöldəki viruslarda olmaya bilər. Əslində, ən böyük mübarizə evin içində başlayır. Bəli, tamamilə doğru eşitdiniz. Uşağınızı qorumaq üçün göstərdiyiniz bütün o səylərə baxmayaraq, əsl təhlükə çox vaxt gündəlik qidalanmada gizlənir və söhbət məhz şəkərdən gedir. İndi gəlin baxaq görək, bu görünməz düşmən bizim müdafiə sistemimizi necə çökdürür. Biz adətən immuniteti gücləndirmək üçün nəyisə əlavə etməyə çalışırıq. Daha çox vitamin verim, daha faydalı yeməklər bişirim. Amma bəzən ən təsirli strategiya nəyisə verməməkdir. Və bu hekayədə başrolda məhz şəkər dayanır. Gəlin bir anlıq elmə nəzər salaq. Çox sadə dildə izah edəcəm. Təsəvvür edin ki, bədənimizin mikroblarla döyüşən cəsur əskərləri var. Bunlar ağ qan hüceyrələridir. Şəkər bu ön cəbhədəki döyüşçülərimizə birbaşa təsir edir və onları sözün əsl mənasında müvəqqəti olaraq tərksilah edir. Bax, bu qrafik vəziyyətin ciddiliyini tam çılpaqlığı ilə göstərir. Araşdırmalar sübut edir ki, şəkərli bir qida yeyəndən sonra ağ qan hüceyrələrinin o bakteriyaları məhv etmə bacarığı düz 50% azalır. Yəni bu, döyüşün ən qızğın anında ordunuzun yarısını ged evdə dincəl deyib evə göndərmək kimidir. Təsəvvür edirsiniz? Və ən həyəcan verici məqam budur. Bu zəifləmiş vəziyyət bir neçə dəqiqə yox, tam 5 saat davam edir. Təsəvvür edin, günorta yeyilən o kiçik bir şirniyyat uşağınızın bədənini axşama qədər viruslara qarşı daha həssas, daha müdafiəsiz vəziyyətə salır. 5 saat. Yaxşı, bəs deyə bilərsiniz ki, mən uşağa o qədər pul verib C vitamini alıram, təzə sıxılmış portağal şirəsi verirəm, bəs onlar niyə kömək etmir? Baxın, bu çoxlarının bilmədiyi bir sirdir. Hüceyrə səviyyəsində şəkərlə C vitamini arasında amansız bir rəqabət, bir yarış gedir. Bu sxem həmin yarışı əla təsvir edir. Bilirsiniz, şəkər və C vitamininin kimyəvi formulu o qədər oxşardır ki, bizim immun hüceyrələrimiz sanki onları səhv salır. Qanda şəkər çox olanda hüceyrənin qapıları C vitamini üçün yox, bu saxtakar şəkər üçün açılır. Nəticədə verdiyiniz bütün o faydalı vitaminlər sadəcə hüceyrənin qapısında qalıb içəri girə bilmir. Yol bağlıdır. Deməli, əsas qayda budur. İmmuniteti dəstəkləyən maddələrin işləməsi üçün onlara bir fürsət yaratmalıyıq. Bu isə ilk növbədə şəkəri azaltmaqla, yəni C vitamininin yolunu təmizləməklə başlayır. Yaxşı, problemi başa düşdük. Bəs həll yolu nədir? Narahat olmayın, heç də hər şeyi bir gündə alt-üst etməyə ehtiyac yoxdur. Kiçik, amma davamlı addımlarla möhtəşəm nəticələr əldə etmək mümkündür. Məsələn, qutudakı o şəkər dolu meyvə şirəsi əvəzinə su təklif edin. Səhərlər şirin sıyıqlar yerinə zulalla zəngin bir yumurta bişirin ya da ara öğünlərdə paketli biskvitlər əvəzinə bir ovuc çiğ fındıq və ya badam verin. Görəcəksiniz bu kiçik dəyişikliklər zamanla necə böyük bir sağlamlıq qalxanı yaradır. Hələ bu harasıdır? Şəkəri azaltdıqda təkcə uşağınızın daha az xəstələndiyini yox, eyni zamanda gecələr daha rahat yatdığını, məktəbdə, dərslərində daha yaxşı fokuslandığını görəcəksiniz. Yəni bu, bütün bədənə və beyinə edilən bir yaxşılıqdır. Unutmayın ki, uşaqlarımızın gələcək sağlamlığının təməli bugün onların boşqabına nə qoyduğumuzla başlayır. Hər bir seçimimiz o sağlamlıq qalxanını ya biraz daha gücləndirir, ya da biraz daha zəiflədir. Bax, bu, həqiqətən də üzərində dərindən düşünməyə dəyər bir fikirdir. Biz həmişə nəsə əlavə etməklə, nəsə verməklə qayğı göstərdiyimizi düşünürük. Amma bəzən ən böyük sevgi və qayğı zərərli olanı onların həyatından uzaqlaşdırmaqdır. Bütün bu məlumatlardan sonra bugün övladınızın immun sistemini qorumaq üçün hansı kiçik, amma güclü addımı atmağı düşünürsünüz? Seçim və qərar sizindir.